sadiq tövbə ilə Ramazanı qarşılamalıyıq. Çünki bir çox insanlar Ramazandan öncə etdikləri günahlar səbəbilə Ramazanda xeyirli əməl etməkdən məhrum olurlar. Həsənül Basri rahimahullaha biri gəlir deyir ki, mən gecə namazına qalxa bilmirəm. Həsənül Basri ona çox möhtəşəm bir cavab verir. Deyir ki, səni günahların qandallamışdır. Səni günahların buxovlamışdır. Sahabələrdən gözəl bir anlayış tərzi var. Deyir, kim gecələri qiyama qalxmaqdan və gündüzləri oruç tutmaqdan məhrumdursa, bilsin ki, etdiyi günahlar səbəbiylədir. Ona görə biz Ramazanda Quran-ı Kərimi tilavət etməkdən, gündüzü ixlasla oruç tutmaqdan, gecələri təhəccüd və təravih namazı qılmaqdan və Allahı çox zikr etməkdən məhrum olmaq istəmiriksə, etdiyimiz günahlardan mütləq tövbə etməmiz gərəkməkdədir.